Əl-Fəcr surəsi Dan Yeri surəsi Məkkədə nazil olmuşdur. 30 ayədir. Mehriban və bağışlayan Allahın adıyla. And olsun dan yerinə, and olsun 10 gecəyə, and olsun cütə və təkə, and olsun keçib getməkdə olan gecəyə. Məyər bunlarda ağıl sahibi üçün and yoxmudur? Məyər görmədinmi ki, Rəbbin nələr etdi ad qövmünə? Sütunlar sahibi İrəm cəmaatına. Məmləkətlər arasında onun kimisi yaradılmamışdı. Vadidə qayaları olan Səmud qövmünə, eləcə də saysız hesabsız ordular sahibi Firona. O kəslər ki, məmləkətlərdə tüğyan edir, oralarda çoxlu fitnə fəsad törədirlər. Nəhayət Rəbbin onlara əzab qamçısı endirdi. Şübhəsiz ki, Rəbbin görür. İnsana gəldikdə, nə zaman Rəbbin onu imtihana çəkib, ona bir nemət versə, o, Rəbbim mənə ehtiram göstərdi. amma nə zaman onu imtihana çəkib ruzisini əksiltsə, Rəbbim məni alçaltdı. xeyr, doğrusu siz özünüz yetmə hörmət etmirsiniz. Bir-birinizi yoxsulu yedirtməyə rəğbətləndirmirsiniz. Mirası varmadan yeyirsiniz. Mal dövləti isə lap çox sevirsiniz. Xeyr, yer dağılıb parça-parça olacağı, Rəbbinin əmri gəlib mələklər səf-səf duracağı və cəhənnəmin gətiriləcəyi gün, məhz o gün insan xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası? O, Kaş ki mən əvvəlcədən axirətim üçün yaxşı əməllər edəydim. o gün Allahın etdiyi əzabı heç kəs edə bilməz. Günahkarları heç kəs onun kimi zəncirləyə bilməz. Ey xatircəm olan kəs, dön Rəbbinə. Sən ondan razı olaraq, o da səndən. Əməli salih bəndələrimin zümrəsinə daxil ol. Cənnətimə varid ol.